Baxın, bir dənə bayram kəlməsi. Hələ İslami bayramdır, Məsihi bayramdır, Yəhudi bayramdır, Bərəhmai bayramdır. Hər millətin, hər məktəbin, hər məksəbin, hər məzhəbin bir bayramı var. Bugünə qədər hələ fars dilində bayrama bir dənə ad qoyulmayıbdır. Ərəb kəlməsindən eyd. Eyd əyn hərfi ilə, ərəb farsıda əyn hərfi yoxdur. Eyd ərəbidir. Bu bir naqız. Məsələn, biz deyirik ki, oxu, farsı deyərlər bixan. Biz deyirik oxut. Farsıda bu kəlmə yoxdur. Yəni, ura vadər kun tabi xanat. Bu elə bir dəvəyə yəhər qoysan, həm uzun düşür, həm gedir o yana. Oxu, oxut, oxutdur. Bunlar heç birisi yoxdur. Bir dənə qaçaq kəlməsi, qaçaq türküdür. O insanı ki, qanundan qaçaqdır. Nəinki qaçağandır. Yeyindir, qaçmağa yox. Qanundan, hökumətdən qaçaqdır. Hələ farsıda buna bir kəlmə yoxdur. Ya türk işlədirlər, ya fərari. Fərari də ərəbsəndir. Hətta deyək, tüfəngin gələn gedən, bu da yoxdur. Türküdən istifadə edirlər. Əlbəttə, biz istəmirik mərsi nəfs eləyək. Farslar bizə çox möhtərəmdir. Kürdlər bizə möhtərəmdir. Ərəblər, bəruslar, giləklər, hamı dillər bizə möhtərəmdir. Bəli, bu möhtərəmlik bunun qabağını gərək almasın. Biz özlüğümüzü gizlədək. Qalaq qaranlıqda, qalaq daldada.